Bugün səhər Dövlət Neft Şirkətinin prezidenti mənə məlumat verdi ki, Ümid yatağı açıldı. Bu çox gözəl hadisədir, çox tarixi hadisədir və bu hadisə münasibəti ilə sizi Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik eləmək istəyirəm. Çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır. Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti Ümid yatağında kəşfiyyat işlərini aparırdı. Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz özümüz, öz hesabımıza, öz gücümüzlə böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişdir. Xəzərdə 50-ci illərdən başlayaraq bugünə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdir və Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır. Ancaq bildiyiniz kimi Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır və demək olar ki, biz öz mövqelərimizi itirməyə başlamışdıq. 90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən başlamış bizim yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. Əsrin kontraktının imzalanması, Şağdəniz yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, biz bu sahədə neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək və nəinki bərpa edə, hətta onları böyük dərəcədə biz möhkəmləndirə bilmişik. Bu barədə dünən Dövlət Neft Akademiyasının yubiley tədbirlərində mən öz fikirlərimi söyləmişəm. Bir də demək istəyirəm ki, Azərbaycan bugün dünya enerji xəritəsində özünə məxsus rola malikdir. Bizim mövqelərimiz möhkəmlənir və bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə imkanlarını böyük dərəcədə genişləndirə bilsin. Bu bizim beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən quruldu, tikildi və istisna olunmur ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur. Gələcəkdə Azərbaycan üzərindən dünya bazarlarına qonşu ölkələrin resursları nəql edilə bilər. Ona görə gələcəkdə yeni kəmərlərin tikintisi istisna olunmur. Ümid yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində aparılan bütün işlər uğurla aparılır. Biz 90-cı illərin əvvəllərində böyük maliyyə imkanlara malik deyildik. Xarici investisiyalardan asılıydıq. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə öz milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat sənayesində şəffaflıq
təşəbbüsünə qoşulan ölkələrdən biri də və bəlkə də birincisi də Azərbaycandır. Bu da bizim ümumi neft siyasətimizin əlamətidir. Bizim tərəfimizdən xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar bizim maraqlarımızı tam şəkildə təmin edir və bugün mənfəət neftin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində bizim vətəndaşlarımız xarici şirkətlərin hesabına və xaricdə və Azərbaycanda təlim kursları keçmişlər. Yəni, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Hər bir dollar qoyulan investisiya neft yatağına, buna bərabər həcmdə digər sahələrə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat, tikinti, xidmət sektoru Azərbaycanda böyük dərəcədə inkişaf etmişdir. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanmışdır. Yəni, bütün bu işlərin görülməsi ölkəmizi böyük dərəcədə gücləndirdi. Və təbii ki, biz bu resursları, xüsusilə maliyyə resursları əldə etdikdən sonra özümüz də həm ölkə daxilində, həm xaricə investisiyaları qoymağa başlamışıq. Bu da, bax, bugünkü Azərbaycanın reallıqlarıdır, bizim uğurlu siyasətimizin əlamətidir. Nəinki ölkə daxilində bizim xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə bizim investisiyalarımızı gözləyirlər və Azərbaycan və onun dövlət neft şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur və əməkdaşlığın dərinləşməsi üçün biz bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu bizə ondan da çox gəlir gətirəcək. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni, bu kommersiya yönümlü investisiyalardır. Biz bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik, ancaq bugün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan da bu investisiyaların çox böyük əhəmiyyəti var. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər, o, bax, bugün qoyulan o sərmayənin nəticələrini görəcəklər. Biz də görəcəyik. Və bununla bərabər Azərbaycanın neft-qaz sektoruna xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki biz hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalamışdır. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan bir qram zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyidir. Bir neçə quyular qazılmışdır ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdur. Ona görə dövlət neft şirkətinin təklifi və təşəbbüsü ki, ümid yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işlərini aparsın, bu həm bir riskli bir təşəbbüs idi, eyni zamanda onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik və bizim geoloqlarımızın
təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərin, geoloqların təcrübəsindən geri qalmır. Bəlkə də və dəqiq deyirəm, onları üstələyir və son illər ərzində bəzi uğursuz kəşfiyyat işləri xarici şirkətlər tərəfindən aparılmış işlər bunu göstərir. Abşeron yatağının təcrübəsini mən yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə Abşeron yatağı kontraktla əhatə olunanda bizim geoloqlarımız və şəxsən Xoşbaxt müəllim demişdir ki, harda quyu qoyulmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhmiyyət vermədi və quyunu başqa yerdə qoydular və milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz bilirdik və bizim geoloqlarımız bilirdi ki, Abşeron yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən Abşeron yatağı kontraktla əhatə olundu, yəni kontrakt bağlandı və ümid edirəm ki, Abşeron yatağında növbəti deməli, kəşfiyyat işləri uğurlu olacaq və belə olan halda bizim qaz ehtiyatlarımız böyük dərəcədə artacaq. Bir də demək istəyirəm ki, Ümid yatağının kəşfiyyatı və gələcəkdə işlənməsi xüsusi məna daşıyır. Bu hadisə tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki imkanlarımız var, maliyyə imkanlarımız var. İstənilən həcmdə xarici maliyyə resurslara da bizim çıxışımız təmin olunur. Və mən çox şadam ki, Ümid yatağı bizim ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl Ümiddə gedən kəşfiyyat işlərin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Və bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim ki, Ümid yatağından biz ümidverici xəbərləri gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin və ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda və hüdudlarımızın kənarında da böyük marağa səbəb olacaq. Bu bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə 21-ci əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir. Və bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlamışdır. Bizim şahələndirilmiş qaz şəbəkəmiz var. 4 qaz kəmərimiz var ki, bizim qazımız istənilən istiqamətə nəql edilə bilər və əslində nəql edilir və əlavə tədbirlər görüldüyü halda bu istiqamətlər üzrə qaz nəqlinin həcmi böyük dərəcədə arta bilər. Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, Ümid yatağının gələcək işlənməsi o sözləri bir də təsdiqləyir. 2 trilyon sadəcə olaraq çox, necə deyərlər, təvəzzökar bir
rəqəmdir. Biz heç vaxt öz resurslarımız haqqında yanlış məlumat heç kimə verməmişdik. Heç nəyi şişirməmişdik. Bəlkə əksinə olan ehtiyatları ehtiyatla qeyd eləmişik ki, həmişə biz dəqiq olaq. Və buna görə də bizim sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir. Bir sözlə, ümid yatağının açılması böyük hadisədir. Mən bu işlərdə iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri həm təbrik eləmək istəyirəm, həm onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu yatağın çox böyük gələcəyi var. Ehtiyatlar haqqında ilkin məlumatı indi siz bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə ondan sonra korrektə edilir. Mənim yadımdadır Azəri Çıraq yatağının deməli, ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft var. Hətta mən o vaxt biraz belə təəccüblənirdim. Nə üçün 511 belə dəqiqliklə necə bilmək olar? Ancaq onu sonra həyat onu göstərdi ki, 511 milyon deyil, 1 milyard tondan artıqdır Azəri Çıraq günəşli yatağı. Yəni, 1 milyarddan artıq, 1.5 də ola bilər, ondan da çox ola bilər. Onu həyat göstərir, onu heç kim bilə bilməz. Və ona görə ümid yatağının ehtiyatları haqqında verilən ilkin məlumat, əminəm ki, gələcəkdə görülən işlər nəticəsində düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcək. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaq. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, ümid yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaq. Bir daha sizi bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik edirəm.